Bura Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 14-dür. Bax Bəşir Səfəroğlu küçəsi budur. 14 dalan bax buradır. Bura 30 ilə yaxındır ki, 1998-ci ildən 37 sayılı sərəncamı əsasən Nurgün şirkətinə ayrılmış yerdir. 30 ildən sonra keçən ilin aprel ayında gəlib burada 10 dənə ailəni köçürdük. 10 dənə ailəni köçürdük, 5 dənə ailəni saxlayıb arxada. Köçürməyinə baxmayaraq sərəncamı da yoxdur bu insanın, qüvvəsini itirib. Sərəncam 2016-cı ildə ona verilib 28 sayılı sərəncamı əsasən 3 il ərzində tikintiyə başlamadığı halda sərəncam qüvvəsini itirir. 19-cu ildən bunun sərəncamı da yoxdur. 2019-cu ildən sərəncamı yoxdur. Deməli, keçən ilin aprel ayında bir il bundan qabaq buralardan 10 dənə ailə köçürdük. Bax, görün. Və qanunsuz söküntü aparıb. Qaz turbalarını qəzalı vəziyyətə salıb. Evlərin içində qaz turbalarını qəzalı vəziyyətə salıb. Şotçiklər işdə vəziyyətdədir. Tokla evlərdə heç kim yoxdur. Çəkin oranı. Bax, evlərdə heç kim yoxdur. Şotçiklər işdə vəziyyətdədir. Tok açıq, tok suyun içində. Bax, bu şotçikdə işdə vəziyyətdədir. Bu toku bax, püküb saxlayıblar burada. Burada körpələr qalır, uşaqlar qalır. Birinə əli vursa ona tok vurub öldürəcək onu. Bax, buraları sökə bilməyiblər ki, çünki orada qaz turbası gedir. Qaz turbasını görünə qəzalı vəziyyətə salıblar. Belə özbaşınalıq harada var? Baxın, bax, buralara baxın. Bax, bu şotçikdə işdə vəziyyətdədir. 10 da ailənin birinin şotçikidir, bax bu. Bu evin şotçikidir. Hələ pul da var üstündə. Baxın, bax, qaz turbalarına baxın. Bir də oraları çəkin. Bax, bu söküntünün arxasında yaşayış evi var. Sökə bilmədilər buranı ki, orada yaşayış evi var. Sizin evlər? Bizim evlər qabaqda. Bax, 4 dənə ailənin evi oradadır. 4 dənə ailə evi qalıb orada. Bura söküntü aparmamışdan qabaq deyib ki, 10 da ailəni köçürdəndən sonra sizinlə gəlib müqavilə bağlayacaq. Axırda zəng vurduq, telefonu açmadı. Axırda açdı ki, istəyirsinizsə mən köçürdüm sizi. Gəlin 1000 manatdan, 1500 manatdan sizə pul ödəyim, köçürdüm. Siz nə qədər? Valla biz ona 4000-dən 5000-dən istəmirik. Bu yerlərin qiyməti 5000, 4000-dir. Gəlsin bazar qiymətinə, bizə nə düşürsə versin ona kvadrat metrini. Heç olmasa 3000-dən versin. Heç olmasa 3000-dən versin, çıxar gedir. Neçə kvadratdır? Burada 70 kvadrat var, 80 kvadrat da var. 5 dənə evin ümumi kvadratı 4 kvadrat olar olmuyor belə bir şey. Hə də bəlkə də. Bu qədər olur. Heç nə var oğlum, bax budur da. Göz qabağında hamısı. Gəldi, onun dənə ailəni köçürdük. Bizi orada qoyub belənciyinə qalmışıq. Keçən il qəbulunda olmuşuq icra hakimiyyətin. Söz verdi bizə. Dedi, narahat olmayın. Bizi yatızdırdı. Mehbalıyev həyətə gəlmişdi. Onda da həmçinin dedi ki, narahat olmayın. Biz sizi köçürdəcəyik. Gör, 2 ildə oturmuşuq burada. Onlar köçüb gedəndən sonra. Bir dənə xahiş edirəm oğlum. O söküntü yerdə. Gedin siz baxın. Bax, o günləri polislər gəlmişdi. Şəxsən mən özüm dedim ki, bütün iynələr də orada. Narkomanlar da olur. Narkoman dolamaqdan bezmiş. Bizim bu körpələri görürsünüz burada. Bu körpələr. Və biz burada necə yaşayaq? Yağış yağır, sel su aparır evləri. Yağış yağır, buradan keçmək evləri su basır. Cəmaət necə yaşasın burada? İcra hakimiyyəti gəlsin, yaşasın da burada. İcra hakimiyyəti gəlsin burada, bir həftə yaşasın, yox. 30 ildə biz ondan sonra yaşayarıq. 2 gün gəlsin.